Herkese salam, kanalıma və yeni vloguma xoş gəlmisiniz. Bu səfərki vloqum şipşirin bir vloqdur. Çünki vloqda 2 dənə tort hazırlamışam, onları çəkmişəm. Çalışın sona kimi izləyin, fikrinizi də mənə bildirin. Hər dəfə bu dükana gələndə bir şey diqqətimi çəkir. Bu dəfə də bu Napolyon korjları diqqətimi çəkdi. Yadıma gəlmir, mən əvvəl bunu burada görmüşəm, yoxsa görməmişəm. Ballı tortun korjlarını demək olar ki, hər yerdə tapmaq olur, görmək olur. Amma Napolyonun yuxalarını mən elə bilirəm ki, birinci dəfə idi gördüm. Ya da həmişə olub, mən diqqət eləməmişəm. Mən tortlardan ən çox sevdiyim Napolyon tortudur və onu özüm evdə hazırlaya bilmirəm. Həmişə də alırıq. Amma indi yuxalarını gördüm, çox sevindim. Ağlımda var, bir dəfə alıb hazırlayacağam. Qiyməti də münasib idi. Paçkası 8 manat olan da var idi, 10 manat olan da var idi. Oradakı dayıdan soruşdum ki, fərqi nədir? Mən elə bilirəm ki, ümumiyyətlə bahalı olan həmişə qəşəng olur. Amma dayı dedi ki, mən evə ikisindən də almışam. Ən qəşəngi 8 manatlıqdır. Alıb hazırlasam mütləq sizinlə də həm tortu paylaşacağam, həm də ki fikirlərimi. İndi isə keçək bu tortumuza. Bu tortu mən evlilik ildönümümüzə görə hazırladım. Bizim evliliyimizin 8 ili tamam oldu. Dedim bir tort bişirim, hardasa gedib oturaq, yeyək, içək. Elə alındı ki, heç yeri gedəsi olmadıq. Planlarımız dəyişildi və dedik elə evdə oturaq. Amma yaxşı ki bişirmişdim. Ümumiyyətlə mən özəl günlərdir, bayramlarda, ad günləridir keçirtməyi xoşlayıram. Keçirtmək deyəndə də nəzərdə tutmuram ki, ay gedək mütləq falan restoranda oturaq, mənə bahalı hədiyyə alınsın, ay belə olsun, elə olsun. Elə şeylər nəzərdə tutmuram. Həmin gün özümü xüsusi hiss edim və yanımda mənim sevdiyim və məni sevən insanlar olsun. İnanın ki, bu mənim üçün kifayətdir. Mən özüm subay vaxtı ata evində belə deyim də, maddiyyat cəhətdən həm dibi də görmüşük, zirvəni də görmüşük, ortanı da görmüşük. Ona görə də gözüm toxdur. Həmçinin bu 8 ildə də sıfırı da görmüşük. İnanın ki, dibin dibi var deyirlər. Bax, onu da görmüşük. Ortanı da görmüşük. Hələ ki zirvəyə gedib çatmamışıq, amma inşallah o da olar bir gün. Yəni pul gəldi gedərdi. Şərtlər hamı üçün dəyişə bilər, amma əsas odur ki, insanın yanında insanı başa düşən, doğrudan da etibar etdiyin, güvəndiyin, arxavı söykəndiyin bir adam olmalıdır, insanlar olmalıdır. Bu mənim öz şəxsi fikrimdir. Mən sevildiyimi bilməliyəm və hiss eləməliyəm. Tortumu isə malina dolğulu və şokoladlı elədim. Bu ikilinin dadı möhtəşəmdir. Bir dəfə yoxlayın. Biskvitin hazırlanmasının da resepti bundan qabaqki vloqlarımda var. Əgər maraqlansanız keçid edib baxa bilərsiniz. Hər bir şeyi orada ətraflı paylaşmışam. Hətta qiymətlərinə qədər paylaşmışam ki, bir tort üçün təxmini nə qədər pul xərclənir. Hər vloqda da eyni şeyləri təkrar deyib, həm sizi yormuyum, həm də özümü. Mənim biskvit üçün yumru qəlibim var, ancaq kvadrat olan qəliblərdən yoxumdur. Ona görə də əlimlə biskvitə forma verməyə çalışdım. Ağlımda var, rastıma çıxsa alacağam. Mən ümumiyyətlə məsəl üçün fikrimdə bir şey tutum, gedim mütləq o şeyi alım. Elə eləmirəm, elə ağlımda qalır. Rastıma çıxdıqca alıram. Elə də olur ki, almıram və vaxt gəlir keçir, həmin şey heç mənə lazım da olmur. Elə bilirdim ki, qabaqdan evlilik ildönümümüz gəlir. Nəsə tort bişirəcəkdim. Fikirləşirdim ki, nə bişirim. Sonra qərar verdim ki, onsuz da bişirirəm. Qoy trend tortlardan bişirim. Həm bilim bişirilməsi necədir, həm əlim öyrəşsin, həm də dedim ki, kimdən əskiyik ki, qoy biz də trendlə gedək, trend tortumuz olsun. Düzü göründüyü qədər də asan deyil. Bəlkə də mənim qəlbim yox idi deyə mən çətinlik çəkdim. Bilmirəm hələ. İndi qəlb alsam, onda yoxlayacağam. Dəqiq deyəcəm ki, doğrudan da çətin idi yoxsa yox. Ancaq belə ümumi götürəndə düzbucaqlı tort mənə çox narahat gəldi. Sıvamağı olsun, forması olsun. Hələ yaxşı ki, elə model seçmişdim ki, tortun eyiblərini örtür. Ümumiyyətlə vafli kağızı ilə olan işləmələrdə fərqi yoxdur, yumru olsun, kvadrat olsun. Qıraq sıvamalarının çox da bir önəmi yoxdur. Zaten o kağızın altında qalır. Bu arada qoy onu da deyim ki, mənə gələn bütün mesajlara cavab verirəm. Direkt olsun, yorumlarda olsun ki, kimsə nəsə yazırsa, mütləq cavab verirəm. Və baxıram ki, son zamanlarda hansı ki tort videoları paylaşıram. Direktimə səhv eləmirəmsə, çox gəlir mesaj. Bir də yorumlarda da olur ki, evdə tort eləmək sərf eləyir, yoxsa zakaz vermək sərf eləyir və yaxud almaq sərf eləyir. İndi mən onu sizə biraz izah edəcəm. Siz özünüz öz nəzərinizdə götürün ki, bu
Bu sizə necə sərf eləyəcək, yoxsa sərf eləməyəcək? Deməli, mən uzun müddətdir ki, öz tortlarımızı evdə özüm hazırladığıma görə tort bazarından xəbərim yox idi. Ta ki bu son günlərə qədər. Uşaqların kursdan buraxılışı olacaqdı. Valideynlər qərara gəldik ki, balaca bir tədbir keçirdək, tort zakaz verək və uşaqlar üçün bayram eləyək. Başladıq tort qiymətləri ilə maraqlanmağa. Bir neçə yerdən zəng vurduq, soruşduq, özümüz getdik, soruşduq. Deməli, tortun kilosunu 25 manatdan dedilər bizə və üstündə əlavə əgər marsipandısa, əlavə şəkildirsə, fiqurdursa, onun da pulu əlavə idi. Yəni 2 kiloluq tort bizə hardasa 60 manata gəlib başa çıxırdı. Amma mən o 60 manata evdə tort bişirəsi olsam, mənim tortum çıxacaq 4 kilo, 5 kilo və yaxud da ki 2 mərtəbəli bir tort. Daha 2 kiloluq bir tort olmayacaq. Amma bunun əziyyət qismi də var ki, əlbəttə ki əziyyət də çəkəcəksiniz, yorulacaqsınız da. Yəni hər tərəfli nəzərdən keçirin. Evdə tort bişirmək sizə sərf eləyəcək, yoxsa sərf eləməyəcək. Ortada xırda bir detal var. Bəzilərinə görə xırdadır, bəzilərinə görə vacibdir. Deməli, hal-hazırda mən Mida 2-də yaşayıram Hövsanda. Burada bir yer var ki, mən onu öz gözümlə görmüşəm deyə belə ürək rahatlığı ilə danışıram. Bu obyekt tort bişirməklə məşğuldur. Tort bişirir, şirniyyatlar bişirir. Mən oradan tort almamışam. Yəni bundan sonra da almaram. Ancaq şirniyyat olsun, bulkası olsun almışam. Bir dəfə yaxşı çıxıb, bir dəfə boyat olduğunu hiss eləmişəm. Mən bir dəfə orada olanda çölə bir xaladenik qoymuşdular, dondurma xaladeniyi. Mən də elə bildim ki, bunlar artıq dondurmada satırlar, çünki şirniyyat yeridir. Bu xaladenik şüşəsini başqa bir silikonla örtmüşdülər. Mən də qeyri-ixtiyarı qaldırdım ki, silikonu özüm üçün bir dondurma seçim. Gördüm ki, bu xaladenik doludur, hazır qaymağa yığılmış biskvitlərlə, yəni qaymağa yığılıb qoyulub, amma bəzənməyib. Başa düşdüm ki, bu tortları belə hazırlayıb saxladırlar ki, sifariş gələndə bəzəyib versinlər. Bu tamamilə normal bir şeydir. Normal olmayan şey isə odur ki, mən buradan elə boyat un məmulatları almışam ki, inanmıram ki, o tortların da orada vaxtı keçəndə, siroku bitəndə belə deyim, açsınlar və onlar onu saxladırlar, siroku keçsə də bəzəyib satırlar. Mən bunu buradakı qızlara deyəndə biri dedi ki, mən oradan tort almışdım, birinci tortu, birinci ki qupquru idi. Biri dedi ki, mən tort almışdım və tortu kəsəndə elə bil ki, buz kəsirsən və içindəki buz ərimirdi. Yəni belə. Təbii ki, mən burada həmin yerin adını çəkməyəcəm, amma burada yaşayanlar bildi ki, söhbət hansı yerdən gedir. Sözümün də əsas canı odur ki, o qədər pul verib alırsınızsa, bişirtdirirsinizsə, diqqət edin ki, etibarlı bir yer olsun. Yəni belə boyat tortu, boyat biskvitləri bəzəyib sizə verməsinlər. Vlogumun başında dediyim kimi 2 tort hazırlamışam. Bu tortumun hazırlanmasının bütün detallarını çəkmişəm və telefonumun yaddaşını əməllicə doldurmuşam. Düzdür, siz burada 4-5 dəqiqə görürsünüz. Amma mən videoları editləyəndə 20 dəqiqə, 30 dəqiqəlik videoları editləmişəm, qısaltmışam, kəsmişəm, doğramışam. O biri tortumda isə elə nəyi çəkdimsə, onu da sizlə paylaşıram. Çünki telefonumda yer qalmamışdı. Həmişəki kimi uşaqlar olmasa olmaz. Xoşları gəlir ümumiyyətlə. Mən iş görəndə əlimin altında gəzirlər. Bu dəfə elə şükür elədim ki, çox kuxnaya girmədilər, mənə mane olmadılar. İşimi rahat görə bildim. Burada artıq tortumu yekunlaşdırıram, son toxunuşları eləyirəm. Bilmirəm siz bəyəndiniz, bəyənmədiniz. Amma mən özüm öz tortumu çox bəyəndim. Həm görünüşünü bəyəndim, həm dadını bəyəndim. Axşama isə qonaqlarım var idi. Anamgil, bacılarım hamısı yığışmışdılar, bizi təbrikə gəlmişdilər. Özümüz üçün yedik, içdik, əyləndik. İnanın o qədər maraqlı gün keçirdik ki, yəni planlasaydım belə maraqlı alınmazdı. Uşaqlar üçün də maraqlı bir gün keçdi. Adətən uşaqlar nənə babanı görəndə biraz öz cızıqlarından çıxırlar, hədlərini aşırlar. Amma nə hikmət idisə, uşaqlar da sağ olsunlar, bizə hörmət elədilər. Bu səfər uşaqlar yox, elə böyüklər özümüz dincəldik. Bu da tortumun son görünüşü. Düzdür, qıraqlarını yaxşı sıvaya bilməsəm də kağızlar bütün eybləri örtdü dediyim kimi və ortaya qəşəng bir görünüş çıxdı mənə görə. Tortun içi də belədir. Düzdür, mənə birinci tort balaca gəldi, amma inanın elə bərəkətli oldu ki, hamıya çatdı, hələ artıq da qaldı. Qonaqlarım getdilər. Qonaqlıqdan sonraki mənzərə həmişə bu olur. Hələ bu şükürlüdür. Kuxanda da bir dənə ancaq çayın qablar qaldı. Yeməyi yedik, yuduq, yığışdırdıq. Birlikdə indi bunlar qalıb. Kuxanda da təmizdir. Bunları da yığışdırım, aparım. Günümüzü tamamlayaq. Bu isə ikinci tortumdur. Bu tortumu uşaqların məzun günü münasibəti ilə bişirdim, hazırladım. Təbii ki, tortun xərci mənim öz hesabıma deyil.
Özümüz bir çox tort yerlərini gəzdikdən sonra belə qərara gəldik ki, elə tortu mən bişirim. Həm tərkibi təmiz, həm də uşaqlarımıza rahatlıqla yedizdirə biləcəyimiz bir tort olsun istədik. Bu tortumun da qəlibi olmadı. Özüm əllə ölçüb, biçib, kəsmişəm. Bir də artıq telefonumun yaddaşı dolmuşdu, bayaq da dediyim kimi və elə tortdan nə çəkmişəmsə, onu da paylaşmışam. Bu fiqurları birinci dəfə də hazırlayırdım, amma hazırlanması çox sadə imiş. Mənim gözümə niyəsə belə çətin görsənirdi. Elə hazırlayandan sonra da dedim ki, heyf, gərək videosunu çəkərdim. Həm vlog daha maraqlı olardı, həm də mən elə bilirəm ki, sizin üçün daha faydalı olardı. Tortumun hazırlanması falanı telefonda yaddaşım yox idi deyə çəkə bilmədim, amma son görünüşünü çəkim. Necədir, bəyəndiniz, yoxsa yox? Belə. Bu arada fikirlərinizi də mütləq yazın. Fərqi yoxdur. Mənfi, müsbət. Onu da deyim ki, mən sizin yorumlarınızdan incimirəm, xətrimə dəymir. Sizin gözünüzdən özümü görmək mənə daha da maraqlıdır. Vlogumun adını şipşirin vlog qoyduqdan sonra dedim, qoy biraz da vlogumu şirinləşdirim. Uşaqlar üçün səhərə pankek hazırlayırdım. Nəsə həvəsə düşdüm. Dedim, qoy çəkim. Çəkmişkən də paylaşmasam günah olardı. Mənə ümumiyyətlə arada belə gəlir ki, çəkim, paylaşım. Sonra arada nəsə o həvəsim ölür. Bu dəfəki vlogumuzun da sonuna doğru gedirik. İnşallah sıxılmadınız, darıxmadınız. Onu da deyim ki, hazırladığım bu pankeklərin reseptini də aşağıda açıqlamalar bölməsində yazacağım. İstəyən olsa keçid edib oradan baxa bilərsiniz. Bu dəfəki vloqum da bu qədər. Sağ olun, Allaha əmanət olun. Hələlik.